Həzrəti Süleyman əleyhissalam yolla gedir. Həzrəti Süleymana deyir, elə bir mülk vermişdi ki, heç kəsə verməmişik. Heç kəsə verməyəcək. Həzrəti Süleyman hətta cinlərə də deyir hakimdir. Hədislərdə var, Quranda ayələri var, bilirsiniz ki, yəni çox böyük bir səltənət sahibidir. Var, dövlət, qüdrət, səltənət gedir, vəzir vəkilləri ilə yol gedir. Bir kəndlidə torpaq yerdə iş görür, nə əkir, nə inir. Birdən görür ki, Süleyman gedir, baxır, deyir, Subhanallah, Allah Süleymana nə qədər mülk verib. Subhanallah təəccübdən deyir. Subhanallah, Allah nə qədər deyir, buna var dövlət. Deyir, səsini eşidir. Həzrət Süleyman gəl yaxınlaşır o kəndliyə. Deyir ki, qiyamət günü mənim bütün malımın, mülkümü tərəzinin bir gözünə qoysalar, sənin bu təəccübdən dediyin Subhanallahın savabı ağır gələcək. Mənim bu bütün varımdan, dövlətimdən bir dənə Subhanallahın ağır gələcək. Ona görə də çox da həsrətlə baxma mənim malıma, dövlət. Süleyman ol, Nəmrud ol, Firon ol, hər kim olursan ol, deyir, əsasına söykəndiyi yerdə elə zəlilanə şəkildə, yəni zəlil o mənada ki, vücudu baxımdan, şəxsiyyət cəhətdən Peyğəmbərdir, amma var dövlətin Süleyman üçün bir şey olmadığını göstərmək istəyir ki, gəldi deyik, qarışqa əsasını yedi, ondan sonra əsa düşəndə bildilər ki, yıxıldı, öldü. Neçə gün əsaya söykənən halda deyil, qalıbmış. Budur ki, alim şahı nəsiyyət elədi, şah gəldi hamama, bu da hamamda idi. Baxdı, dedi ki, sən bu var dövlətin, səltənətin, bütün o taxtun, tacın hanı fitədə ikimizdir. Dedi, hamısı bayırdı. Dedi, amma mənim bir elmim var, bir təqvam burada mənimlədir. Qiyamətdə də belə olacaq. Sən də mən də gələcək, içindəndir zənginlik, əməllərdir, elədiyin işlərdir. Buyurur ki, elə şeylər əkin ki, sabah şad olasınız, sevinəsiniz. Bir gün əməllərinizlə görüşəcəksiniz.